Salamlar, saygılar, əziz və hörmətli izləyicilərimiz. Biz öncəki proqramımızda ayrı seçkilik, iqtisadi ayrı seçkilik ya həman təbiiz sistematik iqtisadidən söhbət elədik. Bu proqramda çalışacağıq bu konunu devam edib daha şəxsi sizinlə paylaşaq. Biri توسعه نامتوازن اقتصادی یا علمی adıyla unbalanced development ki bu eşitsiz gelişme anlamında ve ikinci konumuz da vergilerdir. İran coğrafyasında vergiler ne tür alınır, sistemi ne türdür, o konuda söhbət eləyəcəyik. İcazə verin, mən öncəliklə توسعه نامتوازن ya bu eşitsizlik gelişmədən biraz bəhs edəyəm. İqtisadi teorilərdə iki cəmbədən bu mütəvazın eşit توسعəni bərrəsi edib önəm verirlər. Biri əxlaqi cəhətdən ki, bir məmləkətdə müxtəlif var, müxtəlif məzhəblər var, müxtəlif məntəqələr var. Cəmbə deyirlər, hökm eləyir ki, bunların gelişmələri, ekonomilərinin böyümələri və burada haqsızlıq olmasın eşitmə. Bu cəmbədir. İkinci cəmbədə iqtisadi məsail vardır. İqtisadi cəmbədən baxılır. Deyirlər, əgər siz icazə verməsəz, bir məntəqə o biri məntəqələrə tay böyüyə, iqtisadi böyüyə, توسعه tapa, gelişə, bu bahis olur ki, siz o məntəqənin zərfiyyətlərindən, potansiyellərindən istifadə eləyə bilməyəsiniz. Fərz buyurun, Cüney Azərbaycanda turizm sənətində icazə verməyələr İsfahan kimin, Şiraz kimin ya başqa bölgələr kimin توسعه tapa, ekonomisi böyüyə, sənətini təşviq eləməyələr, sənət güclənməyə. Bu bahis olur ki, İran özü də bu potansiyeldən, Azərbaycanın potansiyelindən istifadə eləyə bilməyər. Düzdür, bəlkə Azərbaycan millətinə çox zərər yetə, amma İran da bu zərərdən nəsibsiz qalmır və özü də zərər edir. Bu bir dənə misal idi. Pəs iki cəmbədən bu توسعه çalışır ki, bu توسعه mütəvazın ola, eşit şəklində ekonomi böyüyə. Biri əxlaqi cəmbə idi, biri də ki, iqtisadi cəmbə ki, potansiyeldən eləyə bilərlər, istifadə eləyərlər. Amma biz ölkələrin iqtisadi tarixçəsinə baxanda 1-2-3 amil tapa bilirik ki, bu bahis olur ki, dövlətlər, özəlliklə o ırqçı və totaliter dövlətlər qoymayalar bu iqtisadın böyüməsi eşit halətdə və bərabər halətdə olur. Biri bu ki, bəzi totaliter hökumətlər 1-2 şəhri seçib bunları dekorasyon halətində istəyirlər xarici ölkələrə göstərdilər. Nümunəsi demək olar, Pəhləvi dövründə Tehran kimin, İsfahan kimin şəhərləri gəliblər, yetişiblər, توسعه veriblər, bəziyiblər. Bunu göz qabağına qoyublar ki, bir məşruiyyət qazansınlar, başqa ölkələr ki, gəlirlər Tehrana, İsfahana, bunu görsünlər, İranın hamısını öcür görsünlər. Yəni, bunu bir ünvanı dekor qoyurlar. Və bir siyasət də burada var, bəhsi ədəmi توسعه mütəvazində, yəni qoymurlar eşit halətdə iqtisad böyüyə. Bir bəhs də var, vabəsti eləmaqdır, yəni özünə bağlamaqdır, məntəqəni ayrı məntəqəyə bağlı eləmaqdır.
Bunu biz bəlkə İranda da görə bilirik. Siz əgər mütaliə eləsəz, amarları ki İranda var, görürsünüz ki İranın bir neçə şəhərində oranı iqtisadi gücləndirmə veriblər və əgər biz Toğsəni bir bina üçün görsək, bir katına çıxmaq üçün gərək bir pillə ola, o pillənin üstünə ayaq qoyub çıxasınız. Bu pilləni aparıblar İsfahanda qoyublar, Şirazda qoyublar və bu bir dənə elmi də nədəni var. O da budur ki, istəyirlər bu vabəstəlik icad ola, bu bağlılıq icad ola o məntəqəyə. Bəs bu iki bəhs burada vardı ki, namütəvazın və eşitsiz gelişmə və iqtisadın böyüməsi niyə olur? Amma gəlsək, qeysək İrana, bunu sənətlərdə baxanda biz daha yaxşı görə bilirik. Ümdə sənət, böyük fabrikalar, deyərlər, ana sənət deyərlər, böyük sənət. Petroşimikimin ya demək olar fulat karxanaları kimi bir cür fabrikalar ana sənət hesab olur və bunları görürük ki, biz Fars bölgələrində, özəlliklə İsfahandır, Şirmandır, Şirazdır, Yəzddir, Məşəddir, bu bölgələrdə daha güclüdür və bunların ekonomisi daha güclənib və gelişib. Biz bir seri sənətlər var, IMI 100 ilə tanınır. Bunlar İranın ilk 100 sənətidir, 100 fabrikasıdır. Yəni ən böyük 100 fabrikamız İranda nədir? Birinci slaydı, əgər dostlar məhəbbət eləsələr, burada biz bəli, burada müşəxəsdir. Bu 100 şirkət ki burada yazıb, ya 100 fabrika ki burada yazıbdır. Əgər baxsaq, mən istəyirəm fəqət burada əhəmiyyətin əvvəl xidmətinizə ərz eləyəm. Bu 100 sənət ki burada deyilibdir, bunlar İranın GDP-sinin %40'ıdır. Yəni, yaxlaşıqda İranın demək olar 150 dənə əvvəl böyük şirkətin nəzərdə alsaq, elə İranın iqtisadının yarısı bu 150-60 dənə şirkətdir. İranın sadiratının %94'ü bu 100 şirkətin əlindədir. Bu, istəyirəm bu 100 şirkətin önəmin və əhəmiyyətini deyəm. Bu 100 şirkətin əhəmiyyətidir. Bunlara baxanda biz görürük ki, ilk 14 dənə sənətə burada baxanda ki, ikisi də İsfahandadır. İranın ekonominin %20'sidir. Yəni 5'dən biri bu 14 dənə şirkət ki burada görürsünüz. Bu 14 dənə şirkətin əlindədir. İranın iqtisadının %20'si, yəni 5'dən biri. Ki bunların da ikisi, yəni bu 14 dənədən də ikisi İsfahandadır. Bəqiyəsi də elə Bahlardır ya İran Xodro kimin yeridir ki, İranın hər yerində var zaten şobələri. Amma mütəəssifانه baxanda görürük ki, Azərbaycanda heç fabrika, heç şirkət yoxdur ki, bu 100 dənə şirkətin içində ola. Yəni, ümdə bizim sənətlərimiz ki, vardı İranda, mütəmərkiz olubdur bu neçə şəhərə ki, İsfahandır, Şirazdır, Yəzdidir, Şirmandır, bu tip ki, hamısı da Fars bölgəsidir, orada təmərküz veriblər. Amma təkcə bu 100 dənə böyük şirkət ya 500 dənə böyük şirkət sözü deyil. Əl-an dünyanın iqtisadı bir tərəfə gedir ki, bilgini, ittilatı, demək olar, teknolojini gündəmə gətirirlər və səy edirlər potansiyel yaradalar. Yəni o deyil ki, o iqtisadın ki potansiyeli vardı, təbii potansiyeli vardı. O gələcəkdə, yəni məsələn bəlkə 20 il bundan sonra onlar güclü ölkə olmayacaqlar. O ölkələr güclü
olacaqlar ki, potansiyel yaradırlar. Məsələn, nümunəsini istəsəm ərz eləyəm, Kore kimin? Kore bu potansiyeli yoxdur elektronik bəhsində, amma bunu yarattı, bu texnolojini yarattı. Burada bir dənə şaxıs var, KEI deyərlər, yəni Knowledge Economy Index, ki, İranda əlbəttə dünya genəlində rütbəsi çox-çox zəifdir, 115-dir. Vəli o neçə dənə şirkət vardı, bilgi üzərində ekonomi deyək, iqtisadi danış bunyan, bunların hamısını aparıblar elə demək olar ki, İsfahanda, Yazda, bunlarda mütəmərkiz ediblər. Biz baxanda birdən görürük ki, İranda təqribən 4400 dənə bir cür şirkəti danış bunyan var ki, bunun 400-ü demək olar fəqət İsfahan şəhrində, vəli toplam Güney Azərbaycanın 6 dənə ustanının səhmi 350-dir mütəəssifənə. Hala nanoteknoloji də var, o fabrikalar ki, yüksək texnoloji ilə işləyirlər, hamısı təmərküz verilib orada. Buna görə fəqət bu 100 dənə böyük karxanalara, fabrikalara baxmayaq. Bizim gələcək potansiyelimiz İranın bir xas bölgələrində yerləşdirib və orada mütəmərkəz. Amma bu özü başqa bəhsə də irtibat olur. Fəqət o da ki, şoğul məsələsi olar ki, siz aparmışsınız, sənətin mütəmərkiz eləmişsiniz, İsfahanda, Solacıqanda şoğlu çox ola, iş çox ola və Ərdəbildən, Təbrizdən iş üçün köç edib gedələr İsfahana. Fəqət bu bəhslər, biz bu vergini də vergi sistemi bunda məpəsində danışır. İranın vergiləri neçə ildir təqribən 12 il ərziş əfzudə vergisi ya maliyyat bər ərziş əfzudə ki, elmi adı value added. Bunun səhmi tüm vergilərdən çoxdur. İranda çeşitli vergilərimiz var, hüquqdan alırlar, vərəsələrdən alırlar. Amma böyük payı, böyük ki verirlər vergiyə, həman ərziş əfsudə ya value added vergisidir. İndi görək ki, bu value added ki demişik, bunun önəmi nədir? Bu vergilərin önəmi nədir? İran coğrafiyasında, İranın ekonomisində. Bilirsiniz ki, bu il İranın büdcəsinin %40'ı qərardır ki, bu vergilərlə təmin olar. Yəni, İranın büdcəsinin nəftin o duruma gəlməsindən dolayı İranın %40 büdcəsi gərək vergilərdən təmin olar. Amma bu arada mən parantezin içində deyim ki, ələn təqribən demək olar İranda 300 min nəfər vardır ki, milyardı dəramətləri var, amma vergi vermirlər. Və bunların da çoxu bilirik ki, hangi ustanlardadırlar da, o ustanlardadırlar ki, pulları çoxdur. Biz baxdıq, gələn proqramlarda söhbət elədik ki, Güney Azərbaycanın səhmi başda pəsəndazlardan %5'dir və İsfahanınkini də gördük, Şirazın. Biz bunu pişbini eləyə bilirik ki, bu 300 min nəfərin də çoxu hangi məntəqələrdə, amma gəlib vergiləri müqayisə eləyəndə bunun oranına, yəni nirxinə baxırlar, deyirlər, maliyyət bərə ərziş əfsudə, ya ərziş əfsudə vergisi hər yerdə birdir, hər yerdə eşit, yəni Təbriz olsun, İsfahan olsun, Tehran olsun, hər yerdə birdir. Amma burada bir-iki məbhəsə biz gərək diqqətimiz olur ki, fəqət biz bunun nirxlərinə baxmayaq. Bunun nirxinə baxsaq, bəlkə düz nəticəcilik eləyə bilməyək. Baxın, توسعه متوازن iqtisaddan söhbət elədik ya eşit gelişmə,
bu hökm edir ki, vergilərin də oranı, nerxi mütəfavit olsun. Biz baxırıq, məsələn, o iqtisadlarda, o ölkələrdəki iqtisadları elmi surətdə, ekonomiləri, iqtisadları gelişmişdir. Kəsin ki, çox pulu var, çox vergi verir. Onun ki, az var, az vergi verir. Onun ki, pulu yox, verir dövlət. Vergi almır, bir şey də verir. İranın ustanlarında da, İranın məntəqələrində də gərək aynı sistem yaranan. Yəni, məsələn, bizdən İsfahan ki, İrandan sonra ikinci ustandı. Bunun nirxi gərək Ərdəbillə bir olmayan. Gərək istəsək tövsiyəmiz mütəvazın ola, gərək bu məsələyə diqqət eləyək. Çünki bizim hədəfimiz budur ki, bütün ustanlar, bütün məntəqələr eşit gəlsin üstədə, ekonomisi, iqtisadı eşit şəklində, bərabər şəklində böyüsün. Əgər istəsək biz bu işi yaradaq, bu sistemi yaradaq və buna mütəqid olsaq, gərək bu nirxay maliyyatını, yəni vergilərin, nirxin, oranın bunu gərək biraz deyişək. O məntəqə ki, məhrumdur, yoxsuldur, ondan az alına, İsfahan kimi Şiraz məntəqələrində bu nirx çox ola. Nə ola, o sənətlər ki, işva olubdur İsfahanda, Şirazda təşviq olaraq ki, gedələr o məntəqələr, məsələn, Sistan, Bəluçistana gedələr o iş yarana. O çox önəmli bir bəhsidir. Amma gələk bir bərəsə eləyək, görək, müxtəlif ölkələrdə nə cür vergi verirlər və vaqan vergiləri millət verir ya dövlət verir. Bunu mən əvvəldə müşəxəs eləyim ki, ərz-i-şəfsudə ki, dedi, %9 alırlar ərz-i-şəfsudə vergisini. Bunun, amma hamısını dövlət almır. Dövlət bunun 4'ünü alır, 5 bölümündə elə qalır həman ustandə, yəni bələdiyyə verirlər, 5'in bələdiyyə verirlər, 4'ünü dövlət alır. %9'dan. Bu bir bəhs, buna yetişəcəm niyə bunu mətrəh elədim. Bu çox önəmli bir məsələdir. Məsələn, Xurasan ustandə, Xurasan Rəzəvi, əgər yoldaşlar ikinci slaydı məhəbbət eləsələr, görürük ki, Xurasan Rəzəvidə cəmiyyəti, yəni nüfusu, Xurasan Rəzəvinin %7.3'dür nüfusu. GDP'dən 5.1 və verdiyi maliyyat %3'dür. Bunu da əslən Rəisi Kolli Sazman Umur Maliyyəti Keşvərin səsi çıxıbdır. Oradan vergi ala bilmir. Yəni, hər nə cür hesablayasan, yəni nirxi səranə hesablayasan, yəni kişi başı hesablayasan, genə olmur, GDP-dən səhmin hesablayasan vergisi, genə oxumur, yəni əmələn və ələnən bunlar heç tərəqindən hazır dəllər ki, səhmiləri qədər iqtisadda ya nüfusları qədər maliyyat verələr, vergi verələr. Amma gedək görək ki, İsfahanda vəziyyət necürdür. İsfahanda da vergilərin %30'u fəqət Zobahəndən alırlar. Fəqət Zobahən İsfahanın vergilərinin %30'unu verir. O 3-cü slaytda bu gəlsə, hətta demək olar ki, %10 Zobahən verir, 10 dana şirkət, 10 dana İsfahanın maliyyatlarının %70'ini verirlər. Yəni, fəqət bu 10 dana şirkət İsfahanın vergilərinin %70'ini verirlər. Buradadır ki, biz o IMI 100 ki dedim, o 100 dana ilk böyük şirkət burada önəmi ortaya çıxır vergilərdə. O bəhsi ki, iş yaradır filan, onlar başqa, bu vergi bəhsində də başqa. Alan İsfahanın 10 dana vergisinin %70'ini verir. İndi gəlin
qeyd edək bu ərziş əfsudə bəhsində. Mən ərziş əfsudə bəhsində dedim ki, vergilərin %9 ərziş əfsudə. Bunun 4 bölümü gedir dövlətə, 5 bölümü qalır ustanın özündə. Yəni bu İsfahan ki, burada məsələn %70'in karxanalar veribdir. O yüzden 10 dana karxana ki, elə dövlətinkidir. Yəni bizim də səhmimiz var. 30'un millətdən alıblar. Ayrı məşagildən, maliyyətlər, ersub filan. Tamam. İndi bunun da gene yarısından çoxun qeytərirlər özlərinə. Siz fərz eləyin. Ustan İsfahandan məsələn 100 tümən maliyyət almışıq, 100 tümən vergi almışıq. Bunun 70'in karxanalar veribdir. %30'unda millət veribdir. Sonra bu 100'ün 50'sin qeytəririk özlərinə. Ne oldu bu arada? Bu arada sen İsfahanın millətindən 30 tümən vergi almışsan, 50 tümən qeytərmişsən özünə. İndi ama İsfahanda da amarçı verirlər, dövlət amarda. Deyirlər, Tehrandan sonra biz maliyyət vermişik. 2000-ci rütbə deyirlər, ustanı İsfahan'da. Amma baxanda görürük ki, İsfahan maliyyət verməyibdi. İsfahanın karxanaları maliyyət veribdi. Bunu biz bir qeydək 4-cü slaydda görürük ki, məsələn, şirkətlər vardı. Zobahən, Fulat, پالایش نفولان به اندازه 2 تا 3 استان اعتباراتی şamil عمرانی خرید و فروش و معاملات دارن. Yani faqat 2-3 tane bunların karxanaları, 3 ostancən gərdişi malısı var. 3 ostancən dəyəri, iqtisadi dəyəri var. Yani bu şikafa baxın burada. Burada bu böyük gəpə baxın. Sonra gedək o biri slayda, 5-ci slayda. Amma baxanda görək bunlar ki iddia edirlər 2000-ci Tehrandan sonra 2000-ci ustandılar ki maliyyət verirlər. Baxanda görürük ki millətdən aldıqları maliyyətdə rütbəbənd eləyəndə İsfahan axırlar olur. Yəni 23-cü olur. 5-ci slayda dostlar məhəbbət edirsə burada bəli. Görürük ki İsfahanın rütbəsi 23'dür. Ama bu fəqət İsfahan deyil. Yani İsfahan kimin ustanlar verdiği maliyyətdən çox alır. İndi gedək ayrı ustanlarda İsfahan bəhsi deyil. Alan baxanda Yazdə də mütəəssifانه aynı durum var. Yani Yazdə də Yazdın vergilərinin də %70'in karxanalar verir. Özdə 4 tane karxana. Yani 6-cı slayda baxsaq müşəxxəsdir. Burada yazıb 70% maliyyat استان یزد از 4 واحد بزرگ صنعتی و معدنی تامین می شود. Yani burada fəqət 4 tanesi hələ o böyük karxanalar ki bu 4'ün içindələr heç. Burada da elə aynı durum var. Sən elə bir məsələn Yazdıdan 100 tümən vergi almısan, 50'sin qeytərmişsən özünə. Millət verdiyi 30'dur. 30 tüməndə sən 50 tümən qeytərmişsən özünə. Baxanda görürük ki İsfahan kimi elə 7-ci slayda baxanda görürük ki, bəli, burada özləri yazıblar. Məşağil azad tənha 4% maliyyat ustan ra pərdaxt میکنن. Yani %4 ustanın, Yazd ustanının vergilərinin %4'ü millət veribdir. Yani %94'ün elə bu karxanalar ki, mənim də orada səhmim vardı, sənin də səhmin var, hər kəsin səhmi var, onlar verib. Dövlət o cibdən bu cibə verib. Dövlət öz şirkətlərindən maliyyət alıb, vergi alıb, yenə qeytərib özlərinə. Amma burada demək olar ki, millətdən
maliyyət almayıblar əmələn, ya alsalar çox az alıblar. Amma Azərbaycanda bu sənətlər olmadığı üçün biz göstərdik da 100 böyük şirkətdə Azərbaycanın əslən payı yoxdur. Bu şirkətlər, böyük şirkətlər Azərbaycanda olmadığı üçün tamamı bu büdcələr ki, bu ərz huzurunuza vergilər ki verilir, biz özümüz veririk, Azərbaycan milləti cibindən verir. Və bizim aramızda bir böyük fərq oldu burada. Düzdür, bunların maliyyatın ya o verginin oranının nirxi birdir. Amma yəni görək bunu kim verir? Azərbaycana baxanda Ərdəbil milləti Zəncandır, Qəzvin, Həmədan millətin cibindən o vergiləri verirlər. Amma İsfahanda karxana verir. Dövlət karxanası bu vergini verib. Biz baxaq 9-cu slayd, 8-ci slaydda Tolibin ahalisə baxın da, GDP-yə baxın. Hatta Tehran deyək, baş kəntidir heç. Xuzistan da deyək ki, bunun nəfti var heç. Baxın, İsfahandır, Xurasandır, Farsdır. Böyük bizim ustanlarımızdandırlar ki, GDP-ləri hər yerdən yuxarıdır. Yaxşı, bunlardan gərək GDP-yə baxıb vergi alalar. Bizdən siz gedib Ərdəbillə də ki, axırdan 5-ci, 6-cıdır, bir nirxidə alırsınız, İsfahandan da bir nirxidə alırsan. Hələ onu da görükçü özləri də vermir, onu da dövlət zəhmətini çəkir. İki dənə də burada daha bəhs var ki, Azərbaycan bu məsələ fəqət deyil ki, Azərbaycanda millət öz cibindən də pul verir. Siz baxanda görürsünüz ki, Azərbaycanda bir seri şirkətlər var ki, şöbələri Azərbaycandadır. Yəni, məsələn, bahlar kimi, biymələr kimi, düzdür, ya maşın fabrikaları kimi, İran Xodro, Saypa, bu cür. Bunlar beysi Tehranda şirkətləri, şöbələri, müxtəlif ustanlarda var, Azərbaycanda da. O iqtisadi fəaliyyət harada olub? Azərbaycanda olub. Amma vergisi harada verilib? Tehranda verilir. O gedir Tehranın dəftərinə yazılır. Yəni Tehranda yazılır. Düzdür. İkinci məsələ budur ki, bir seri Azərbaycanda fabrikalar var, bir seri şirkətlər var ki, vergiləri Tehranda verilir. Dəftərləri məsələn Tehrandadır, dəftəri mərkəzlər Tehrandadır, Tehranda verilir. Məsələn, Zəncanda 30 dənə böyük şirkəti vergisi Tehranda verilir. O gedir Tehrana. Amma yenə gəlirlər, deyirlər ki, yaxşı, siz gərək bir miqdarda izafə vergi verəsiniz ki, o birisi ustanlarla məsələn eşit olsun. İsfahanla məsələn gərək bir maliyyət verəsiniz, bir vergi verəsiniz. Amma bunları da nəzərə alan yoxdur. Axır söz bu ki, Ələn İranın büdcəsində qərar olub, ərz elədiyim kimi büdcəmizin bu il %40-ın vergilərlə təmin olunsun və bilirsiniz ki, bizim iqtisadımız ələn negativdir, yəni rükuda yox. Ekonomimizin böyüməsi eksi 7.6'dır. Yəni mənfi olub. Mənfi 7.6 amma bu şəraitdə hələ istəyirlər ki, vergini çoxaldarlar. Çünki büdcələrini istəyirlər təmin edirlər. İndi mən nicəramçılığım, böyük nicəramçılığım budur ki, bu verginin çoxunu səy eləyəcəklər ki, elə bizim məntəqələrdən alacaqlar da. Çünki İsfahan ki, o cib bu cib olur. Alıb bu cibə qoyurlar. Oradan ki, bir iş olmaz. Amma çox fikir, mən fikir edirəm ki, Azərbaycan millətinin və Azərbaycanda fabrikalar, şirkətlər çox
ağır durumda olacaq. Bilirəm ki, bu həm bu Korea üçün, həm iqtisadının genel vəziyyəti üçün, durumu üçün çoxlu fabrikalar var ki, Azərbaycanda, Həmədanda olsun, Təbrizdə olsun, hər yerdə. Bunlar da bərkəstəluğa gedirlər, doğru. Yəni gedirlər ki, də boş fabrikaların kapatarlar, bağlayalar. Və mən fikir edirəm ki, bizim bu il çox ağır vəziyyətimiz olacaq, ağır iqtisadi vəziyyət olacaq, həm işçilərə, həm fabrika sahiblərine. Bu da bir rantdır da. Rant deyəndə fəqət bu da ki, şəxs rantdan istifadə eləsin. Məsələn, ərzi dövlət alıb gedib vardat eləməsin. Elə məntəqi coğrafiyayda da rant var. Elə bu rant maliyyat, bu maliyyat özü bir rantıdır da. Bu ki, sən cibindən maliyyat verməyəsən, tam tərsinə biraz da hələ cibvə geçə. Bu da elə bir növ rantıdır ki, mütəəssifanə vardı və sistematik təbiiz ya dediğimiz iqtisadi ayrı-seçkilik İran'da mütəəssifanə vardı. Təşəkkür edirəm hər birinizdən vaxt ayırdığınız için. Çox sağ olun. Salam əziz və hörmətli vətəndaşlarımıza. Xidmətinizdə var bu axşam Təbriz